kartof nə vaxtı suvarılır? Kartof əkildikdən sonra, baxın bu cür çıxışlar alana qədər, yəni bu cür çıxışlar alan vaxtı suvarmağa ehtiyac yoxdur. Baxırıq, saçaq köklər əmələ gələn zaman kartofu suvarmaq lazımdır. Saçaq köklər nə qədər çox əmələ gəlirsə, bitki bir o qədər də su istəmə qabiliyyəti artır. Mən buna bir sistem adı vermişəm, saçaq suvarma sistemi. Yəni kartofda saçaqlar əmələ gələn zaman kartofu suvarmaq lazımdır. Baxın, burada saçaqlar əmələ gəlməyib, su istəmir, amma yeni-yeni əmələ gəlməyə başlayır. Saçaq suvarma sistemi. Kartof ümumiyyətlə iqlim şəraitinə görə, torpaq tipinə görə, sortuna görə dəyişir suvarma sistemi. 5-6 arası dəyişir. Aşağıda qeyd etməyə çalışacağam hansı tipdir və yaxud ayrı-ayrı videolar çəkməyə çalışacağam. Ümumiyyətlə kartofu saçaq sistemi əmələ gələn suvarmaq lazımdır və yaxud da 10 sm olduqda suvarmaq lazımdır. Birinci suyunu bu vaxtı vermək lazımdır. Ümid edirəm ki, faydası olar. Kartofu o birisi suvarmaları haqqında da məlumat verəcəm. İzləmədə qalın.